Hafız Babalı öz son sözünü bildirdi və o da ona verilmiş ittihamlarla razılaşmadığını, heç bir cinayət əməlini törətmədiyini və sırf araşdırması jurnalistikaya görə cəzalandırıldığını bildirən bir çıxışla məhkəmə iclasını yekunlaşdırdı. Vəkillər müdafiə çıxışlarını elədi və mən də Elnarə Qasımovanın vəkili olaraq çıxışımı elədim. Bildirdim ki, ümumiyyətlə heç bir sübut yoxdur. Hər hansı bir sübut, faktlar yoxdur. İstintaq orqanı ümumi sözlərlə ittiham aktını tərtib eləyib və cinayət işini göndərib. Abzas Mediyaya qarşı cinayət işi bağışlanmışdısa 20-si noyabr 2024-cü ildə. Elnarə Qasımova da həbs olundu 15 yanvar 2025-ci ildə və istintaq materiallarına baxsan həmin dövrdə onun ittihamını cinayət işi törətməsini hər hansı bir sübut edəcək fakt, hal yoxdur. Bu da onun əsas verir ki, o jurnalistika fəaliyyətini davam elətdirdi, reportyorluq elədi, çəkilişlərə getdi və o da onun həbsinin əsas səbəblər. Qaçaqmalçılıq, yəni sonra qanunsuz sahibkarlıq, bu hansı vergi ödəyicisi olub. Yəni absurddur, mən bir sübut görmədim və ona görə də çıxışımdakı bu absurddur və 2020-ci ildə bir dəfə Gürcüstanda olub. Əgər Kömürlük Komitəsinin əməkdaşları qaçaqmalçılıqla pul gətirirdilərsə, bunları müəyyən eləməlidir. Və yaxud müəyyən eləmirsə, onda belə çıxır ki, güya Kömürlük Komitəsinin əməkdaşları 51 olub gətiriblər. Biz digər cinayət işlərində, sonra Ali Məhkəmənin plenum qərarında da var ki, qaçaqmalçılıqla ancaq yəni Kömürlük məcəlləsində nəzərdə tutmuş tələbləri pozduqdan sonra sərhədi keçdikdə bu zaman üstündə aşkar olunarsa o qaçaqmalçılıq olar. Çıxışımızı elədik, ona görə bəraət tələb elədim. Əsas yoxdur, sübut yoxdur, hal yoxdur. Bugün müdafiə nitqindən çıxış elədi bütün vəkillər, mən də müdafiə nitqindən çıxış elədim. Elnarəyə bəraət verilməsini məhkəmədən xahiş etdik. Çünki Elnarənin təqsirini sübuta yetirəcək hər hansı bir dəlil nə istintaq dövründə, nə də məhkəmə dövründə ortaya qoyulmamışdı. Ona görə də biz hesab edirik ki, irəli sürülmüş ittihamlar əsassız və qanunsuzdur və bu səbəbdən də Elnarə barəsində bəraət hökmü çıxarılmalıdır. Növbəti həftə artıq son sözlər, düzdür, bugün bir nəfər Hafız Babalı son söz dedi. Gələn növbəti proses 20 iyun tarixində son söz olacaq və ondan sonra isə yəqin ki, yekun hökm elan olunacaq. Bugünkü məhkəmədə müdafiə çıxışları idi. Zaten ötən iclasda dövlət ittihamçısı cəza təklifi ilə çıxış etmişdi və prosedur qaydalara, yəni mərhələlərə görə bugünkü iclasda müdafiə çıxışları olmalı idi. Müdafiəçilər müdafiə çıxışlarını etdilər. O cümlədən də mən Hafız Babalının vəkili kimi müdafiə çıxışını etdim və çıxışın mahiyyəti və tələb hissəsi ondan ibarət idi ki, Hafız Babalıya qarşı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmır, ona irəli sürülmüş ittihamlar sübuta yetirilmir. Bu səbəbdən də onun barəsində deməli, bəraət hökmü çıxarılmalıdır. Eyni zamanda məhkəmə müdafiə çıxışlarının bitdiyini nəzərə alaraq təqsirləndirilən şəxslərə son söz təklifi, yəni son söz çıxışı ilə, son söz deməsi üçün təklif irəli sürdü. Yalnız Hafız Babalı öz son sözünü bildirdi və o da ona verilmiş ittihamlarla razılaşmadığını, heç bir cinayət əməlini törətmədiyini və sırf araşdırması jurnalistikaya görə cəzalandırıldığını bildirən bir çıxışla məhkəmə iclasını yekunlaşdırdı və növbəti məhkəmə iclası 20 iyun saat 14:00-da təyin olundu. Digər təqsirləndirilən şəxslərin son sözləri ilə deməli, belə deyək, faktiki olaraq məhkəmə iclası yekunlaşacaq və gümanki məhkəmə yekun məhkəmə qərarı qəbul etmək üçün müşavirəyə çıxacaq.